Azərbaycanda qış mövsümünün başlaması ilə birlikdə ölkəmizin təbiətində nadir və rəngarəng quş növlərindən biri olan flaminqolar yenidən Xəzər sahillərində müşahidə olunmağa başlayıb. Ekoloqların və quş müşahidəçilərin verdiyi məlumata görə, flaminqolar bu günlərdə Xəzər akvatoriyasında və sahil boyu ərazilərdə görüntüləniblər. Flaminqolar əsasən qış aylarında mülayim iqlimli ərazilərə seçirlər və hər il olduğu kimi bu mövsümdə də onların Abşeron Milli Parkına köç etdiyi qeyd olunur. Qrup halında hərəkət edən bu nadir quşlar parkın ərazisində dayaz sular, balıq və xırda onurğasızlarla zəngin bataqlıq sahələrində qidalanır. Mütəxəssislər bildirirlər ki, Azərbaycanın Xəzər sahili zonası flaminqolar üçün əlverişli qışlama məskənidir. Sakit hava şəraiti, zəngin ekosistem və qida ehtiyatı onların hər il buraya könüllü şəkildə geri dönməsinə səbəb olur. Eyni zamanda bu quşların mütəmadi olaraq ölkəmizdə müşahidə olunması bölgənin bioloji müxtəlifliyinin zənginliyindən xəbər verir. Qeyd edək ki, flaminqo Azərbaycanın qırmızı kitabına daxil edilən nadir quş növlərindən biridir və onların mühafizəsi xüsusi diqqət tələb edir. Dilbər Vüqar qızı, Bölgə TV. Flamingodur uşaqlar, buna baxın. Səni nasıl qasım gəlib bura? Ona yaxın gedirəm.